Bu körpənin günahı nədir? Bax, bu körpənin nə günahı var? Yox, axırınızda eləməyin də, ağsaqqal. Siz eləyəndə biz başqa vətəndaşa bir söz deyə bilmirik. Çünki bizim ağsaqqallarımız bunu eləyirsə, biz başqasına nə deyək? Sizə cərimə yazılacaq. Tam piyadası üçün nəzərdə tutulmuş piyada zolağını istifadə eləmək lazımdır. Ən birinci növbədə sizin sağlamlığınız, səhhətiniz üçün. İkinci növbədə qəfildən nəqliyyat vasitəsinin qarşısına çıxırsınız. Onlar üçün də təhlükə törədirsiniz. Bu müalicəli tədbirləri biz sizdən üçün edirik. Canınızdakı körpəyə bax, niyə bunu həyat təhlükəsinə salırsınız? Niyə həyatınızdan risk eləyirsiniz? Niyə bu avtomobillərə təhlükə yaradırsınız? Niyə piyada zolağından istifadə eləmirsiniz? Piyada keçidi görürsünüz burada, piyada keçidi yox da. Sumqayıt şəhərində piyada təhlükəsizliyinin təmin olunması məqsədilə növbəti maarifləndirici aksiya təşkil olunub. Tədbir Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər Polis İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Aksiyanın əsas məqsədi piyadaların yol hərəkəti qaydalarına, xüsusilə də piyada keçidlərindən düzgün istifadə olunması qaydalarına əməl etməsinin vacibliyini vurğulamaq olub. Piyada səkisinə istifadə eləmirsiniz, piyada zolağından istifadə eləmirsiniz, işıqforlara fikir vermirsiniz. Yolu almışsınız uşağı da əlinizə, yolu almışsınız, gah belə keçsiniz, gah biz bayaqda sizə müşahidə eləyirik. Bəs yaxşı, sürücünün günahı nədir burada? Və sizin günahınız nədir? Piyadası üçün nəzərdə tutulmuş piyada zolağı var. 10 metr qarşısıdadır. Ən birinci növbədə sizin özünüz üçün yaxşıdır, məsləhətdir. Piyadası zolağını istifadə eləmək, öz sağlamlıq üçün. Tədbir zamanı yol polisi əməkdaşları tərəfindən şəhərin müxtəlif küçə və prospektlərində reydlər aparılıb, piyadaların hərəkətləri müşahidə edilib. Bura yolun hərəkət hissəsidir. Nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Onun üçün 10 metr qarşıda gələn səfər piyada zolağına istifadə edir. 100 metr qabaqda nizamlanan piyada keçidi var. 50 metr o tərəfdə nizamlanmayan piyada keçidi var. Reydlər zamanı bəzi piyadaların piyada keçidlərindən istifadə etmədiyi, bununla da öz həyatlarını və digər yol iştirakçılarının təhlükəsizliyini riskə atdığı müəyyən olunub. Belə hallarla qarşılaşan piyadalar qanunvericiliyə uyğun olaraq cərimələniblər. Piyada keçidi düz zolaqdır. Piyada keçidi səhv deyil, olmaz. Piyadalar sürücülərdə günah görür həmişə. Sürücülər piyadalarda günah görür. Mənə elə gəlir ki, qaydalara, qanunlara hər iki tərəfli əməl etsək yaxşıdır. Ona görə piyada nişanlarından, piyada zolaqlarından istifadə etmək lazım ki, gələcəkdə bir problemlə üzləşməyə. Tədbirdə könüllülər də fəal iştirak ediblər. Bu gün Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər Polis İdarəsi bir yerdə cəmaata maarifləndirmə tədbirləri aparırıq ki, şəhərimizin sakinləri təhlükəsiz hərəkət etsin, maşınlarımız təhlükəsiz sürsünlər, qəzalarımız olmasın. Bu küçədə 3-4 yerdə piyada keçidi salmışıq ki, siz rahat avtomobil yolunu keçə biləsiniz. Siz də o keçidlərdən istifadə eləmirsiniz. Bir də belə şey təkrarlanmasın, xahiş edirik sizdən. Oldu. Yolunuz açıq olsun, ehtiyatlı olun. Elvin Qudratov, Şəmstan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.